İlkin növbədə biz deyək ki, Türkiyə bizim qardaşımızdır, bizim dostumuzdur və Türkiyədə gedən bütün proseslər bizdən ötürü çox maraqlıdır, çox önəmlidir və Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının sayəsində artıq bir Türk birliyi yaranır. Bu Türk birliyinin yaranmasında hər iki dövlətin və hər iki dövlət başçısının dostluğu, qardaşlığı çox mühüm rol oynayır. Biz böyük layihələrə imza atmışıq və Türkiyə ilə bundan sonra da bizim münasibətlərimiz, dostluğumuz, qardaşlığımız 100 illərdə davam edəcək. Biz bir millət, iki dövlət prinsipi ilə bir-birimizə bu tərzdə biz deyək ki, yanaşırıq. Elə ki, qaldı Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Azərbaycanın dostudur və cənab prezidentimizin dostu olmaqla yanaşı Azərbaycan ictimaiyyətində, cəmiyyətində və hər bir Azərbaycan xalqının nümayəndəsinin Rəcəb Tayyip Erdoğan'a, Türkiyənin liderinə, AK Partiyanın liderinə çox böyük hörmət və ehtiram var. Mən hesab edirəm ki, Türkiyədə bu siyasət davam etməlidir. Çünki Türkiyə davam edən, 2000-ci ildən davam edən bu siyasətin nəticəsində artıq dünya dövlətləri arasında çox böyük nüfuz qazanır. Türkiyə artıq hərbi siyasi mənada güc mərkəzlərdən biridir. Mən hesab edirəm ki, Türkiyədə Türkiyə xalqı da öz uğruna, öz əldə etdiyi nailiyyətlərin daha da davamlı və daha da yüksək tərzdə olmasını istəyir və onu da edəcəklər prezident seçkiləri.